2013-cü ildə Sony ilk dəfə suya davamlı qulaqlıqlarını təqdim etdi. Alıcıların isə dərhal bir sual yarandı. Qulaqlığa suya davamlılıq nəyə lazımdır? Məlum oldu ki, bu qulaqlıqlar üzgüçülər üçün xüsusi hazırlanmışdı. Onlar məşq zamanı və uzun məsafəli üzmə seanslarında musiqi dinləyə bilsinlər deyə hazırlanmışdı. Razılaşın, bu olduqca maraqlı və innovativ səslənirdi. Artıq musiqini hətta suyun altında da dinləmək mümkün idi. Amma bir problem var idi. Satışlar demək olar yox idi. Çünki insanlar sadəcə inanmırdılar ki, qulaqlıqlar suyun altında işləyəcək və xarab olmayacaq. Axı o dövrdə 2013-cü ildə hətta iPhone belə hələ suya davamlı değildi. Və bu zaman Sony dahiyənə bir addım atdı. Adi qutuda təqdim etmək əvəzinə şirkət qulaqlıqları içində su olan butulkalara yerləşdirdi və onları üzgüçülük hovuzlarının çıxışında içməli su və qazlı içkilər satılan avtomatlarda satışa çıxartdı. Bu yanaşma həm məhsulu birbaşa hədəf auditoriyasına çatdırdı, həm də canlı şəkildə sübut etdi ki, qulaqlıqlar sudan qorxmur. Nəticə isə heyrətamiz oldu. Satışlar 4% artdı. Bütün partiya bir ildən az müddətdə tamamilə satıldı. Bu kampaniya bu günə qədər Sony Walkman tarixinin ən uğurlu aksiyası hesab olunur.